Bir motor burada, bir motor da içerideki otaqda. Günorta saat 12-dən, səhər 12-dən bu vaxta qədər hələ də çəkib suyu qutara bilmir. Müğənni Vüqar Muradovun səs yazma studiyasını su basıb, bununla bağlı sənətçi video paylaşıb. O bildirib ki, bir neçə gündür yağan aramsız yağış ona da böyük ziyan vurub. Studiya tamam yararsız hala düşüb. Bütün səs aparatları, mebel məhv olub. Fövqəladə Hallar Nazirliyinə zəng etdim, yardıma gələn olmadı. Su idarəsidir. Basıb yeyiblər dövlətin pullarını, haram xoşunuz olsun. Haram xoşunuz olsun. Biz bugün də qarşıyırıq. Bax, xüsusən Binəqədi sakinləri. Biz bilmirəm Binəqədidə, Bakı şəhərində yoxsa Venesiya şəhərində yaşayırıq. Mən onu hələ də Bakı Şəhər İcra Hakimiyyətində şəhərin kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə aparılan monitorinqlərin nəticələri kimi yağışdan ən çox zərər çəkən vaxtı ilə heç bir tikinti normalarına uyğun olmayaraq qanunsuz tikilən gecəqondu evlərin olduğu qeyd edilib. Ərazidə yağışın fəsadlarının aradan qaldırılmasında rayon İcra Hakimiyyəti başçılarının şəxsi məsuliyyət daşıdığı bildirib. Maklerin tikdiyi evler. Maklerin evlerini almayın. Biz aldık, siz almayın. Biz aldıq, evsiz qaldıq, siz almayın ki, evsiz qalmayasınız. Bunu bir 5.000 bahə eləyin, amma adam kimi tikin verin. Bax, cəmaət indi 3 dənə ev birdən söküldü yan yana, şahmat daşı kimi getdi. Bunu eləyəndə halallıqla eləyin ki, corunuza söydürməyin.